Aparıcı Nail Kəmərli sosial şəbəkə hesabında daha bir narkomaniya qurbanını ictimaiyyətə tanıdıb. Bölgə TV xəbər verir ki, o çəkdiyi videoda gənc qızın vəziyyətini nümayiş etdirib. Cavan gənclərimiz narkomaniyanın qurbanı olurlar. Baxın ay valideynlər, ay gənclərimiz, ay olun. Hər şey ilk addımdan başlayır. Bu qız 16 yaşından nəşə çəkib. Bu gün isə ağır narkotik sayılan pat və kokos istifadə edir. Kəmərlinin müsahibi narkotik maddələrin həyatını alt-üst etdiyini deyib. Onun sözlərinə görə 16 yaşında başlayan asılılıq getdikcə güclənib. Narkotik ailəmi, yaşayışımı, normal düşüncəmi əlimdən aldı. Çox peşman olmuşam. Yəqin ki, bu çəkiləndən sonra bir dönər alıb yeyəcək və gecəni qəbristanlıqda keçirəcəm. Fikrət Qədimli, BTV. Alıb narkotik. Ailəmi. Normal düşüncəmi, yaşayışımı, hər şeyimi. Peşman olmuşsan, Anna. Çox. Bax, indi bu çəkilişdən sonra nə edəcəksən? Həyatını necə davam edəcəksən? Heç nə. Gedib özüm bir dənə dönər alaram, yeyərəm. İndi bilmirəm. Bəlkə qəbristanlıqda keçirdim gecəni.